Haycan, gələm. Qarazat da səndə. Kəyizim qalxacaq, basmatı yatacağım. Mane var. Kol ilə falan içirlər. Aslı siz nəyisiniz bu kol atıcı? Ne yaş tökülmür? Bunun modu belədir canım, modu. Hamıya bir kol atıcı. Telefonlarına var, bunun modu budur. Suyu tökürəm fandan, çəkirəm başıma. Ama yazıcı kollarına falan içirlər. Az yaxşı. Bir mənə yazıb ki, dəvə. Qonşu Məhluqə xanımdır. Ventilator qoymuşam. Ustalar işləyir. Ustanın da canlısı yaman qalxıb, ha. Salam. Qoy öldüğünüzə ziyarətini qayıdınız, xoruz kəsmək istəyirəm. Yox, qaqa çox baha edirik. Xunçun asma tavan 1390 manat. Nədir? Elə şey boyutlardan ha. Hamanınıza birləşsən eləyir. Heç ona bu qədər getmədi. Çox bahadır. Çox baha deyirsən. İstəyirəm, amma çox bahadır. Və mənim reklamım nətər olacaq? Dedim buranı asma tavan eləyim. 1390 manat elədi. 17 kvadratdır. Bərdədə 70 manatdır onunla. Bərdədə o sadə göstərdiyin 70 manatdır. O birisi mən hamama vurduğum 100 manat idi. Hello aşkım, hello everyone diye salam herkese. Salam. Turabey, hoş geldin. Çok pişirəsiniz. Qoy Eldəniz gəlsin ana. Salatsız ada Eldəniz qarşısın. Mən də gedim, 2 xoruz var. Unuttum kəsin. Ay Eldəniz, mənə baxırsansa aç da telefonu. Yekə xoruzdur, o bir hardasa yarım saat qaynayacaqdır. Bir illik, keçən il saxladığım xoruzdur. Amma keçən il şeydə saxlamışdım da. İyul ayında. Hələ bir yaş tamam olmuyor. Yaman qəşəng çolpalarım var. Çəb, amma belə. Amma mən indi bir illik xoruz kəsəcəm. Çətdim, vururam bədənə. Vallah. Saçım uzan. Bacarıqlı insanım. Allah haqqı. Bacarığım var. Ustaya dedim, ne olar Aysu'da bana heç olmasa pay. Bulaqtik razı olmadı. Yo, Türkan xanım gətirəcəm. Tək yaşasaydın yaman olardı Türkan xanım.
Gələrdim sizə, qəşə çopa pişirərdik, oturub kolonzadan yeyərdik, sonra çıxarıq gəzməyə. Az qalıb tam yetişin bitməyə. Yorullar, hava istidir, hava istidir. Yatmağa yer axtarlar, başa düşürsən, uzanlar şeyin üstündə. Qoyun, baxın, tutub, getdi. Çətindir, yəni, başlarını gündəyir. Yox, artıq burada mən ventilatorun işləyir, duram çay dəmliyəm. Nə fərqi var ki? Heç nə. Deyəcəm canlıdayım, qardaş, sən çox baha deyirsən aslında tabanı. Konti nədir, 1390 manat nədir? Bu. Ses attı. O 100 manat dedi. İndi hesabladığım 78 manata düşür də. Yəni orada 20 manat ustanındır. 58 manata materialdır. Yəni az da deyil də 4 onun 4 onu 17 kvadrat yerdir sizdə orada. Yəni balaca deyil çox yerdir sizdə orada. Yəni balaca deyil çox. Canlıda oturmuşam, indi açdım canlıma. Çay dəmliyəm. Nə ararsan, mikrofonda döl danışıyorum. Nətər oldu, alındı o üzük məsələsi. Gəlsən tu gəbərdən 2 xoruz kesəcəm. Evdən sizə çağıracam. Hə, dedi yol maşına qoyub göndərəcəm. Avangard pərdən desin, göndərəcək. Danışın. O, qoyub göndərmir axı. Nə bilim, bu danışım görüm. 20-30 metr istəyirsiniz. Hə, pulunu at versin. Hə, gə danış. Hə. Ay Türkan xanım, yaman ev eşit düşkünüyəm. Allah'ın olsun. İstəyirəm ki, evim cənnət olsun, başa düşürsən. İndi də bax, patoloğa bax. Ha, görsən mi? İstəyirəm asma tavan eləyim. Burası baha dedə, dedim reklamazda da biraz aşağı qiymət eləsin. Qəşək, bunu girəndə par-par-pardır. Valla mən burada tanışdığımız kimi ikinci dəfə də iş gördük deyənə, mən onu rayonları ilə saxlayırıq. Onu en azından 85 manatlara saxlayırıq rayonları saxlayırıq. Elə usta məndən 100 manat alacaq. Heç 160 manatla yazmışam, amma 100 manat pul istəyirəm oraya gedib gəldim. Amma sadəcə indi ikinci dəfə də iş gördük. Prosta söz danışdıq ki, problem yoxdur, biz sizin işinizi görək. İnşallah ki, siz də bizim üçün o reklam xarakterdə indi nə əlinizdən gələrsə izləyirsiniz. Amma həqiqətən deyirəm ki, mən orada elə bir altını işıqlandırmasına qədər, necə lazımda artıqlamasına qədər hesablamışam ki, ən gözəl bir şey arasında. Çünki en azından reklam. 1300'dür. Siz özünüz təsəvvür edin ki, onun materialı var. Yo, Türkan xanım, şəraitimi qurmuşam, arvad yoxdur. Şəraitimi qurmuşam, arvad yoxdur evlənməyə. Allah'ın dostum. Mən tərəfdə belə kanal gedir. Kanal o yüzünə atlayırsan, gedirsən, ay Allah. Allah onlara kömək olsun, ne demirəm. Nə üçün bir ailə 5 nəfərdə, 2 otaqda, 1 otaqda 5 nəfər ailə yaşayanlar var. Allah'ın dostum, şəraitimi qurmuşam izləyicilərimə görə. Bir arvad tapa bilmirəm, başa düşsən. Yığan ya yumurtlaşacaq, ya ay bu boyda dırnaqları, nə bilim, nə. Bilmirəm. Tanımıram, eləmirəm, həm də gedib araşdırmalıyam. Yığan kimi deyirsən, sevirəm. Az sən mənlə oturmamısan, heç danışmamısan, eləmə, məni necə sevə bilərsən? Saçını kişi kimi qırdı. Saçım özümə baxmıram, mən kaka. 3 saatda toyuqların yerindəyim. Usta həyatında canlaşmış. 3 saatda oradayım. Dərmanlı su verirdim, yem verirdim, yerlərin püsürlərini təmizlədim. Gələn kimdə çimmirəm. Toyuğun toxumuzdan iyisi üstümə çıxır. Yoruram da ana. Yoruram da. Bunu çay demirsən, o ciyarları yanır. Yayın gündür deyim. Lənkərandan salamlar. Sağda. Yox, indi içinməmişəm. Axşam tərəf içinəcəm.
Yeniyəm, halı gedirəm ki. Allah'a şükür hamamımı gözəl şəraitdə qurduğum hamamımı. İSKA servis xoş gəldin. Gözəl şəraitdə qurduğum, indi rahat çimirəm ki, hamamım cənnətdir. Çimirəm, yıxıram, evin içində də hamam. Həyətdə də var hamam taletim. Həyətdəkilərə usta gedir. Xoşuna gələn yoxdur. Sən xoşuna gəlsən, ne Türkan xanım, sən də pərdəyə gəlməzsən də, Bakı kimi yerdə şəhər qızısan. İnanmam gərək pərdədə qalasan. Biz dostlar, özün kimi boylu puxunlu, viddi figuralı, varsa madinin də. Daş təpənə, niyə elə deyirsən ki? Yemək usta ən gözəl yeməkləri yeyir. Çağırın, bax üzünü soruş. İndi ziyafət açım kebabçıya. Gedilər oradakı şey, piti yeyirlər, kebab yeyirlər. İndi kebabçıya zəng edəcəm deyim 3 gün gəlsin, 3 gün gəlsin. Yesin, 3 gündən sonra ziyafət üçün nə qədər pul elədi? Mən də atıram kartına. Evdə yemək pişirmirəm ustalara. Bir dənə çay verirəm. Nə yeyirsən? Qovrulmuş fındıq. Bir gücləndirir. Cücələrini çıxıyor, hə. Həyatın süper oldu, təşəkkür edirəm. Sizlərə görə. Heç vaxt yaxşılığınızı itirməyəcəm, heç vaxt. Sizə görə mənim hər şeyim oldu. Mən kirlənmiş bir qaraçı kimi ədyallar tuturdum, qapılı otaqlara, ədyal. Güya mənim qohum əqrabamın pulu yox idi. Elə hələ 100 manatdan qoysaydı, 50 manatdan elə yüngülvar bir qapı alardı. Görsən Allah yetirdim ha, indi özümü almışam. Heç biri kömək eləmədi mənim evimə. Kimsə gəl məndən ev ala bilər. Ayağımı diriyərəm yerə, deyərəm nə, bu evi mən özüm düzəltmişəm, izləyicilərimə görə. Özüm sevilmişəm, özüm də düzəltmişəm. Usta. Ha. Ha, gətir. Dəmləyirəm, çay qaynadı. Bir dənəsində dağ su tök, dişimiz ağrıyor, yemesini çəkdik. Haqqı elə. Gedim özün gətirəsən. Hı? Gedim özün gətirəsən. Ha, özüm gətirəcəm. Usta, ev kimin adına özümlə. Amma usta, evimin sənədini tapıram. Başa düşürsən? Evimin sənədini tapıram. Onu Zəfirov şeydən soruşacağım görürüm. Ev remont eləyəndə, şey eləyəndə hara qoymuşam, necə oldu bilmirəm. Hə, ev şəxsi öz adımadır, uşaqlar, özümünkidir. Yo, haralarasa soxmuşam. Tapacağım. Mənim nənəm geçələndən sonra binadan ev aldı. Bilirsiniz də şəxsi öz adıma getdi, öz adıma. Mən də oranı satdım, gəldim buranı aldım. Hə, bilirəm arxivdən olur. Yo, arxivdən üzü olur, amma kötüyünü tapacağım özümdədir. Eşəliyib tapacağım. Palqalı o qədər klokun arasında sənətlər, sünnətlər qoymuşam, oralarda da. Lənkəran salma. Yo, öz adımadır uşaqlar. Evim şəxsi öz adımadır, maşınım da şəxsi öz adımadır. Bu telefonum da şəxsi öz adımadır. Hamısı özümdür. Həyətim zadım, hamısı. Yadındadır İSKA müəllim, mənim evimə birinci təzə parlayıb çıxırdım. Mənim evimə gəlmişdi dostumla. Nə gün deydi. Amma dedim ki, şey var, nə gün deydi. Bir dənə kuxunu vardı, bir dənə də o otaq. Çıxırdım koridora, yarası uçurdu. Ay Allah, başımı belə bir dəqiqə yapışacaq ma.
Müsait duracağım. İnşallah ev işlərini qutarandan sonra qəpik-qəpik pulumu yığacam. Yəni mən xərcləyən deyiləm. Mən gedim ay pulu bu restoranlarda xərcləyim, o restoranlarda xərcləyim yox. Qıf, xoş gəldin, çox sağ ol. Xərcləyəsi deyiləm, qəpik-qəpik yığacam. Lap olsun deyək ki 40 yaşında alım. Necə də alımsa da bir dənə otaqlı ya biləcəkdənmi, xırdalandanmı, hardansa bir dənə ev alacam özümə. İnşallah, indi demirəm, qəpik-qəpik yığıb alacam. Yəni Bakıya gələndə gedim o günlük evlərdə qalmayayım. Yığıb alacam. Durdum. Bina ev alacam Bakıda. Hansı pulla? Burada piyakası deyiləm də, buradan dəstəyim olur. Demirəm ama mən indi alacam, ha baxsa. Gəl Bakıda da qalacam, Bərdədə də qalacam. Dəmliyək tamam. Bunları yuyum aşıqlar. Tezə dəmliyək çalışdım. Vallahi 2 dənə qız çıxmışdı, dedi Bakıdan evim də var. Biləm ki, fikri ələtdir, dedi, məni sevirlər, deyir, Bakı, mən də dedim, mən də Bərdə dedim. Dünən Gəncədə məni yığmışdı, dedi, 2 ayın gəlin olmuşdu. Qəşəng qız idi, görün, şəkillərin, videoların atı pis görüydü. Pus nə bilim, model insan, burada gəlib qalacaqsan, mən nə bilim, mənim ağlım bir şey kəsin. Ustalar 2 günəmi, 1 günəmi qutarasıdırlar ha. Gəlirlər keçirlər yataq otağıma. Yataq otağı, remontsuz yataq otağı var. Gəlib keçirlər ora. Oranı bir boşaldaq hani onları. Qab-qaşıqlarımı yığım padvala, padvalı təmizlədim. Su çiliyim zad edim, ora təmizlənsin. Qab-qaşıqları yığacam ora. İki dənə də kravat var. Birini qoyacam həyətə, birini də verəcəm qonşuma. Ağacın zadın altında yatmağa. Tüm tamamını istəyəcəkdir. Yoxdan alım, mənim 1300 manat, 1390 manat gücüm çatmış. Neyinlərəm? Prost dedim, kuxunun dasma tavan olsa çox bahalı dedim.
Bir. İki. Üç. Üç nəfərdirlər də. Üç. Birim qoyaq oysa. İndi taxsı birində mənim çəqəm yox. Mənim özümün qırışqam var. Bu demalsın. Ay qızı, birincisi mən qız dönüm, ikincisi ki harası sapsardı. Ac eləmişəm. Bunun içində sarı yer haradadır, hanı? Hanı sapsarıdır? Göstərmə görüm hanı, hər neçə gündür çaysa. O gün ac elədim. Ac töydüm bir dənə ləyənə, üstünə ac töydüm. Biraz da sapsarı deyil, Allah'ın olsun deyil ha. Mən narahat olma, mən xoşlamıram elə şey olmağa. Ac eləyir, acını töküləm içinə, üstünə də biraz verib. Ağ-baq eləyir. Mən pint adam deyiləm. İndi evim eşiyim təmizdir. Bəli, mən təmiz saxlayıram. Evim eşiyim indi toz ola bilər, usta işləyir. Gəlir çıxır ayaqlarından. Gözləyirəm ki, dözürəm. İndi yataq otağımızı adımı silirəm ki, biraz sərinləsin. Dözürəm ki, şeydir, bir dənə indi təmizlik şirkəti var. Təmizlik şirkəti mənlə əlaqə saxlayıbdı, nömrəsini götürmüşəm. Divdən o pişi hər yeri dərman atdırıb, divdən təmizlədəcəm. Nə qədər olmasa bir arvad lazımdır bu evə təmizləsin. Bugün, Türkçə xanım, istəyirəm şey kəsəməyi qadınlarım, nədir ona, iki xoruzum var. O biri xoruz döyür onu, gedir çıxır tarım başından ancaq durur orada. İstəyirəm onu kəsəm, yaman yekə ətlidir belə. Bir illik xoruzdur. Özüm saxlamışam cücə vaxtından, yumurtadan çıxandan. Onu kəsəm, indi gətir yol təmizləyəcəm. Tək də yemək istəmirəm də, görüm eldənizi çağırım gəlsin. Tək mənə gələndə lezzət eləmir. Bir qabağa ki, oturdun yemədin. Nəyə lazımdır? Amma arvadım olandan sonra heç kimi qoymayacaq bu arvadım. Bilməm ya. Özümüz arvadımla oturub yiyəcək. Salam. Arvad deyə, yox Allah haqqı, arvad deyə ölməyəcəm. Alacam, lələyəxlı, sən nə bilirsən az. Arvad deyə, doludur. Mən yaxşı bir xanım axtarıram. Arvad dolu, o qədər boşanıbdır, gəlib, evində qala bilməyənlər var, qardaşına yola gedə bilməyənlər var, dəd evində bu dəqiqə sıxılan xanımlar var. İçi gedir ki, mən alım, gəlsin, burada rahat yaşasın. Sən elə şeyləri bilmərsən. Allah'ım, hanarı konuşamaz. Məlum olsuz içədim mən. Ustalar deyir ki, səni çayınla ötürü ölür. Allah deyir, nətər qan qalcığı bir çay dəmləyirsən. Çaya baxırsan, deyir, çayxanaya gedirsən, elə bilirsən ki, atora çiş eləyir. Rəh də dökmürlər deyir içinə. Nə o deyir, piv yoxşur. Elə bilirsiniz. Allah haqqı, deyir bir çay dəmləyirsən, bir çay dəmləyirsən. Ölürlər mənim çayımdan ötürü. Bu mənimkidir. Buramoy qan qancığıdır, qan qancığı.
Heç arvadları belə çay demləmir. Mən şəxsən çayxanaya gedəndə çaylar xoşuma gəlmir. Suyum da Gərənənin suyudur. Gərənədən gedib gətirmişəm, Gərənə kəndindən. Su da oraya şey, lap dadlı olur. Sudan suya da fərq var. Bax, bir Bonaqoa'nın suyunu xoşlayıram. Dükkandan zaten alırım onu, Bonaqoa. Bax, o çox dadlı sudur. Usta! Gel! Ben neyle için be? Görsen usta da değil ha. Bu ne çağırmaqdır ki? Usta! Görsən sən ha deyirsən. Mənə kim çağırır ya? Ha deyirəm, deyir, o nə tərtib çağırışdı. Niye? Sənə bir çağıranda nə deyirsən? Diyem ha. Mən də ha. Berberler ne değil? Var mı fındık? Fındık? He. Niye kızışacaksın? Allah hakkı. Qovrulmuşdu. Ben gelirim. Bu gələn, mən çağır gəlim evinə, qəşəng çay içək, yemək pişirim, yeyək, sonra nə qayırıq? Sonra, ay nə qayırıq? Döyüşmə. Salam. Ustaydı da gəldi çay apardı. Niyə canlaşmasa? Yoruluram, mən yorğun adamam. Qılınc oynayım. Mənim qılıncım var, sən al qılınc oynayım. Uşaqlar, mənə şey lazımdır. Bulaq tikən bir usta. Reklama ha. Oxuma pis yazana. Nə dedi ki, dedi qılınc oynayın. Bu nə deməkdir ki? Bəli. Ha. 2 günlük, 2 gün nə yeyiblər? 35 manat eləyir, nə yeyiblər? Həqqi, piti yedilər, kebab yedilər, sonra nə yedilər? Ayran, həm ayran, həm də kola. Bunların qarnı niyə ağrımır? Ha? Ayran, kola gedir. 35 manat yaxşı. Artıq canlıdayam mən. WhatsAppda atıyorum, canlıda deyərim şey olar. Nədir onun adı? Sipama gedərəm. Sən WhatsAppda tezad atıram. 35 manat dedim də. Ha. Yaxşı. $35 manat eləyib. Demişəm ki, 2 gün gəldilər, yedilər, ondan sonra denən. Bir gün xoşlamıram. Dedim, bir dənə qənd gətirin, həm də onların pulunu atım. Ustalar kefdir, mən ustalar çox aş qoymadım. Çayları vaxtında veriləcək, şeylərdə, yeməklərdə qəşəng yeyirik. Görsənə, piti ilə kebab yeyirlər. Qəndim ana, əziyyət çəkir robotda. Eyvallah.
Bəli. Ay, salam aleyküm babuş, necəsən? Çox sağ olun. Babuş, səbər dedim, mən evə sənəti bitirmişəm. Bəzən gəldim, açılan qonuda mı sənə kömək eləmək istəyirdim? Evin sənədin gedirsən aktivlər mərkəzinə. Qardaş, harasa qoymuşam, tapa bilmirəm. Yəqin harasa pükəliyib qoymuşam, tapamıram, amma axtarışa çıxardı. Ay babuş, onu ola bilsin, əmin güzat doğur. Mənim əmin bu evə gəlmir, mənim eşkimin bu evə gəlmir. Onda sağ ol. Sağ ol. Qaz yanlı qalsın da uşaqlar özüm yanlı qoymuşam ki, çaydan soyulmasın. Deyirlər tefal vermə, deyirəm tefaldan tam gəlir, neyirsə çaydan yerinə verir heç nə. Saçın ağarır, deyirlər şampun, qaraltıcı şampun var, onunla başını yox, qaralsın saçın, deyirəm niyə arvadam, niyə indirəməyik? Saçım, kişinin saçı ağırlardan ha. Yaşa dolduqca ki, hamı 30 yaşına gəldi, 30'u adlayan kimi saç ağarmağa başlayır. Kimsə saçı ömür boyu qara qalır, qara qalanını xına qoyur. Ağarsınlar, ağarım. Toksimavarı al. Göydəkilərə bax, toksimavarlarına bax. Biri ömür boyu isti saxlayır, gecən gündüz. Biri bax, alt üst. O birisine bax, o birisi də oradadır, bax, deyil ha, üstündə. Doğrudur. Hamısı mənə hədiyyədir. Hamısı tam zat gəlmir. Hələ birdəki şeydə tefaldır, göy işığı yanır. Mən evimə hər şey alıb yığmışam. Çaydandan aldığım ləzzəti heç nədən almıram. Çaydan yerin işinə vermir. Nə deyirsən, yaxşı. Çoxdandır görsənmişəm. Pulu hardan qazanırsan? Gəlir mənbəyim burada, TikTok'dan. Hardan qazanacağım ay qardaş? Maliyyə sual verirsən ki, qardaşım, hardan qazanırsan? İşləmirəm, işləyirdim hökumət işində, müdürümüzdə çıxartdı. Gəlir yerim buradan, hamı bir şey, mən buradan qazanıram. Başqalardan hardan qazanacağım? Tanrıların yerini hər işinə verim. Loxlardan. Lox niyə olur ki? Mən gelib kiməsə hədiyyə atıram, lox oluram indi. 37 level'a. Emin yazıb ki, qoyacaq. 24 level'san ay Emin özdə. Onda deməli, onda sən də loxsan da. Atata 24 level olmuşsan. Deməli, onda sən də loxsan da yəqin ki. Niyə baxmırsınız? Niyə baxmıram? Nə bilim, TikTok'a girdim. Mənə qurulmuş bir plan idi. Plan qurdular, çıxartdılar. Özüm çıxdım, özüm yazdım hər səni. Elə birini çıxartmaz. Ay Eminsin, Allah yaxşı. Onda nə yaxşı canlımdasan bəs Emin? Gid orada, gid dediyim yerin canlısına. Mənim kimsə deyəndə mənə olur ki, tərbiyəsizliyim yox, pis tanışığım yox. Nə olur ki mənə? 4 idi TikTok'dayım, nəyimi görmüsən? Ancaq evimdən, eşiyimlə, zəhmət qıtıyığım düzəmi saxlayıram, başımı salbaşa özüm üçün dolanıram. Mənim kimsə deyəndə mənə kimsə nə var ki? Gid o pis-pis danışanlar, o pis-pis canlılarda aparları, söyüşsəyənlər, danışını bilməyənlər, onlara getdiyənə sözünü, mani deyirsin. Mənim heç kimim yoxdur, oturmuşam özü başıma. Özüm üçün yaşayıb, özüm üçün dolanıram. Məni tanıyırsan ki, mənim kimsiz deyirsən. Qəbir mənlə qabaq-qabaq otur, məni tanı, ondan sonra sözünü danış.
Tanımamış, eləməmiş adamı yargılama. Ona niye fikir versin? Fikir verməmək cavabını bir şəkildə verəm ki, nə olma? Mədəni şəkildə danışım. Mən ona pis danışmıram ama bu cür danışsın. At gücü bloka. Bərdən özündə, Bərdən özündə qalıram. Vergi. TikTok'dan kazananlar hansı vergi ödəyib? Gülbəniz necədir? Gülbəniz nədir? Eldəniz. TikTok'a hələ qoymayıb vergi. Qoyulanda da ödəniləcək. Namaz qılsan xeyr. Qoyan kimi deyəcəm. Qoyan kimi deyəcəm mən də hamı kimi. Bürcü nədir? Əkizlər Bürcü. Lənkərandan salamlar. Bərdədən də Lənkərandan salamlar. Böyle sevilirsiniz. Teşekkür ederim Qadanam. Çok sağ olun. Sevin. Böyle niye sevilmirəm ki? Çölə çıxanda görürüm. Bərdədə məni sevən də var, sevməyən də var. Paxılıq çəkən çoxdur, gözü götürməyən çoxdur. Amma digər rayonlarda lap çox sevilirəm. Bax, məsələn, Bakıda, Gəncədə, Goranboyda, Mingəçevirdə, yəni yer gələndə yəni orada daha çox sevilirəm. Bərdədə bir o qədər güclü yox. Gəncədə də lap. Da Bakı şəhərdə deyirəm. Fanlarını sevirsən, ürək tut deyir. Onlarsız bir günüm olmasın. Deyirəm burada, Allah haqqı sizləri çox istəyirəm. Yaxşıları, pislər də ki, tanıyam. Saçı nə vaxt kestirəsən? O gün kestirdim, tez uzandı. Mənim saçım deşək tez uzanır. Az qal. Ad günüm iyunun 10'udur. Ad günümü keçirdəcəm. Qız oxşayırsan. Niyə yalan anlaşır? Belə qız oxşayan olur. Keçir elə də. Yox ha, keçir eləmərəm. İyun, Əkizlər Bürcüyəm. Ya Mingəçevirdə deşəm, ya da Gəncədə. Saçım bir qız pis coskasıdır. Allah haqqı yox, mənim alnım balacadır. Baxın, alnıma bax, görünə qədər balacadır. Həm də saçım dala getmir, nə qayırım? Bakıda elə. Uçaqlı Bakı bahatçılıqdır. Şəmkirdən sən axşamı nə yeyəsən? Xoruz duram ki sən. Orada Bakıya baxsa hə. Sən bilsən kim oxşayırsan? Kimə? Allah qorusun sən. Sığın getirim, gilasım var. Gilas yiyeyim. Gilaslarımı deyək uşaqlar. Birdən tumlu yerim, birdən də tumunu çıxardıram. Baxın, tumlu yiyəcəm.
Çilik deyir ki, qurdu olsun. Təpdəsə gilasdır. Xoruz. Ördək kebabı istəyirəm, Eldənizdə pişirmir. Ördəyim çox düşüqlə, yaman artıq. Deyirəm, kəsin biraz azaldım. Ördəyi. Kimə satım? Gilasın içində əmin qapıdan yığmışam. Bilmirəm, gilas almamışam. Qapımda gətirdi, amma az gətirib. Bu il külək yağış gilası vurdu, amma əriyim çox gətirib. Əriyimin üstü saralıb. İndi qep qırıq yiyəcəm. Altı üstü dolu da. Qırıq yiyib xaltınqa qoyuram, suyu olur, dadlı olur. Həyət evinin bir şey qeqlədi ki, hər şeyin olur. Toyuqtucu olmasa xiyardan, badımcandan, pomidordan əkib qoyaram ora. Burası toyuq qoymur. Hər şeyin var uşaqlar, arvad yoxdur. Bax, həyətdə hansı meyvə ağacdan deyirsinizsə sizə göstərim. Almışam, üstü də gətirir. Nə bilim, bilmirəm. Bir dənə bir yönlü bir xanım, qəşəng bir xanım tapa bilmirəm ki, mən ailə qurum. Toy bir siz nə deyəcəm? Yüngülvari. Yüngülvari, ay ta durum dəmdəzgah toy elim, yox. Yüngülvari, 100 nəfər zat, bax belə. Bəli. Bəli. Axşamın xeyir, xoş edirsən. Çox sağ olun. Ay babaş, bu ördəklərdən ver ustalara, aparsın evdə pişirsin, yemək götürüb gəlsinlər evə, asıl xərcin çıxmasın. Nə hayrı? Ver bu ördəklərdən, demirsən bu ördəklərim çoxdur. Kəsib yerim bunu xanım. Demirsən çoxdur, tut ver aparı pişirsinlər, pulun da Qapıda özüm pişirəcəm də, kebab qutarada kebab verəcəm. Verdim də, 10 neçə dənə yumurta vermişəm ustaya, indi yenə verəcəm. 4 dənəsini ustaya verirəm, deyir ha, indi gedəndə aparacaq. Ta verirəm də, nə verməliyəm? Yaxşı eləmişsən, Allah səni xoşbəxt etsin. Bir də yaxşı qabağına qəşəng, gözəl qız çıxsın, ürəyini istəyən kimi tezliklə inşallah. Yo, onlar nətər ördək pişirsin, gəlsin burada yesin. Burada yeyirlər axı, olmur o. Elə adam var ki, yayda ördək yemir xanım. Hinduşka ilə ördəyi yayda yemir. Onlar qış yeməkləridir. Oya biləm, dedin çoxdur, mən dedim ona görə verib pişirsinlər, götürürlər. Amma mən yeyirəm. Mən yayda yeyirəm. Ətdir də, ətdir, quşdur. Ətdir, onun nəyə var? Ay, yayda ördək yemək olmaz. Onun kim deyir yemək olmaz? Yox, sən deyirsən ki, çoxdur da ördəklər. Nə biləm, dedin çoxdur, mən dedim ki, verib pişirsinlər də. O zaman yemək pişirən deyil. Nə biləm, baba, özüm bilginəm. Allah səni xoşbəxt etsin, qabağına bir dənə gözəl ürəyini istəyən. Babaş, o qayçını bağlatdı şeydi. Həqqi, qayçı hanı, orğanı asmışam axı, yudum astım, Toyuqların qənəd uzanmışdı, çıxırdı. Götüm qənədini kəsim, gətirim, yudum astım oradan. O bağlıyım, yox. O alçalardan yığılır ustalar da aparsın. Bir də ağac doldu alçalar işi. Ay xanım, qadan alım, yeyirlər də, mən qurban olumsa. Usta uşaq deyirlər, həyətdə gəzir, su içir. Qurban olumsa, ustalar da gedir, yeyirdi, işləri var. İşlərini görüb, biraz yorğanında gedir, yeyirlər. Yeri tökülüb xarab olursa ver aparsınlar. Hayır. Aparsınlar da, onların da həyəti var, deyil meyvəmiz var. Fındıqların keçən töküldü
oldu. Həmişə fındığım havaya olur gedir. Həmişə tökür yerə fındıqlarım. Hayırdır da görüşürəm və geçir. Ona görə deyirəm ki, bir arvad olsun, qoçaq bir arvad olsun, fındıqlardan yığsın, paxlava bişirsin. Nə bilim, gələ arvad tapasan da, nə bilim, mən bilmirəm, mən bildiyim olsa deyərəm sənə alsın, yoxsa sən gül kimi uçarsan. Gül kimi uşaq olduğuma görə də gül kimi xanım gəlsən. Amin inşallah, amin. Gül kimi uçarsan, valla. Sən bayaq deyirsən, mənim həssəsimi çəkənlər var evlərdə, doğrudan həssəsimi çəkənlər var. Amma gələk Allah Taala yol varsın ki, onlarla evlənəsən, sən sevdikdən inşallah. İnşallah Allah yol varsın, dua edirəm səni hər gün namazda. Hə, çox sağ ol xanım. Oldu, sağ ol, sağ ol. Tamam. Tamam. Neçə yaşın olur? 50'ni haqlayıram. Neçə olursa 30. Gilas öz bağımlandı. Aha. Doludur. Yo, gilas az gətirdi. Zorla. Ərik çoxdur, ərik. Mən meyvələri öz bağımdan yığıram. Bayaq bunu hamısını sulamışam. Hamısını. Nani yazıb ki, qurtlu yer. Bunun harası qurtlu tas? Ala. İndi aralayacağım. Aralayacağım bax. Hamı qurt. Yəqin sən aldığın gilasa gedib alırsan, qurtlayıb. Mənimkilər qurtlamayıb. Çünki çox dəymir. Çox dəyəndə çür yolunda qurtlayır. Gömgə hər tam dəymir. Ağzında xırtıldayır. Yaşını ne gizledim? Ne gizledim ki yaşıma? Diye kurtu yiyeyim. Bu da sağlam cilaslara deyir qurtdu. Gülbəniz ama. Evlənizə gülbəniz demeyin, əsəbləşir. Yaxşı bir dəllək varsa, dursun gəlsin saçımı qırsın da, evdə mən çırı çıxmıram. Pulunu verəcəm, maşının kasını gətirsin. Güzgü var deyib, bu girəcəkdə oturacağım. Bir dənə yaxalıq gətirsin ki, boğazıma taxsın da, üstümə tökülməsin. Hə, gəlsin saçımı qırsın, qəşət dəllək olsun amma.
Ərin qoymur çölə, yox çölə çıxmıram. Deyib, bunun dalı qaralıb, bax. Bax, bu qurt da ola bilər. Bu görüm, çıxacaq qurt. Yox, çıxmadı. Dalı qaralmışlar var. Amma bunun dalı qaralmıyor, gördünüz. Dəllək yox. Əşi, mən dəllək demişəm, nə olacaq? Qabaq dəlləyə apardılar da, saçımızı qırtdımağa. Köhnə kişilərdənəm. Bazardan alım. Az qadan alım. Bazardan deyəndə kilaslarımın üstündə vardan, ha? Bazardan almamışam, yığmışam. Bir qap belə yığdım. Neçə gündür yığıb, qorxun qalbim qatır. Qalbim bir dağ qaralırdan, ha? Gilasımı ol niyə gedim bazardan alım ki? Prosto qış küləklə yağış vurdu deyin, az gətirdi. Deyirəm az, ürəyim bir siz nə istəyir, qarpız. Qorxuram ki, zəhərləyər mən, deyirək külləri zadlıdır deyə. Qarnı ağrısın, çürsün. Şimdi onun olacaq, deyir, tuvalet evin içindədir. Həyətdəkinə ustalar gedir, buradakına demək. Ye, qorxma. Qarpız, yaman benim qarpız istəyir. Allah haqqı, çopanda kəsiləm. Gedib alaşam, görün qarpızlar var. Qarpız kim satır? Sok istəmirəm, qarpızla çopa yemək istəyirəm. Arvadım, mənim arvadım var, çıx qaqa. Zəhərlənəcəm, xalqın qatığım var. Hə, dadlı olur. Yağım da qutarır. Sənin özün arvatsan. Arvat niyə olur onun çay qaqa? Altını yarsıtdan, ha? Yolan kimi qoyacam pişsin. Hə, hər kəs baba başa lağı edir. Yezinə də edir. Yezinə də. Oo, 35 manat. Yox, göndərmədim. Tez göndərim xalqın pulunu. Atmayı bax, ha. Mən pomada vurmuram uşaqlar, mənim dodağımın rəngi budur. Özümü güldürmərəm heç vaxt.
İstəyirsiniz da istəyirsiniz inanın, istəyirsiniz inanmayın. Ayarlar, moderatorlar ne yok? Hə. Yox, ta həyatım qutarır, keçilər o bir otağa. Effekti çıxartdım da o günü. Effektin üzümü təmizləyir, təmizləyici qoymuşam, ayrı effekt qoymuşam, qaş effekti qoymuşam, göz qoymuşam, nə qoymuşam şaya. Yox, bir-iki nədən moderatorlarım var, onlardan çıxardacağım. Gəlmirlər, eləmirlər, havanı nəyə saxlayayım. Xoruz yaman yeki xoruzda. Bu görmül dəniz gəlir. Dursun marşruta otursun, gəlsin. Şey yağlı ilə çıxacaq nətər. Allah haqqı oturaq ki, qardaş yeyir. Osa 5 günlük dünyada yeyic, kefələ yaşa. Vallahi. Aydın aydın. Hə, bir qoz suyu qoyum, qızsın. Çolpan necə çünki şeyini durum ki sən. Kim daha su geldi? Evet. Goti! Ne dersin hayatım? Oradan konuşalım, başka bir şey. Ne dersin? Tabii var. Ha, bir gün, 2 gün işi qalır. Sonra keçilər yatar otağa da. Yanan su tavlan şey deyişirlər. Ha? Ne? Hem olsun. Yalan deme. Niye? Ondandır. Yok o yemden değil. Yok o hemşe palasından da o da. Hemşe sen verdiğinden de değil ya. Ne kadar kalmaz onunla. Ben canlıdayım ya, koruz keseceğim. Yüksek örgüt koruzum var, onu keseceğim. Ölme. Acınma.
Ne varsa? Onu diyeyim, o biri yemek etsin. Deyim. Ondan değil, yekşədir. Ondan değil. Baxmışam da mən. Ondan değil. Onun iyisi pisdir. Qarşıdan ondan bir teatr götürmüşəm. O ondan değil. Ha. Qoy dedim, yem tükana zəng edim. Deyim, baba, bana niye o balacadan gətirmişsiniz ki? O yekə ondan değil. Yiyən kimi tüsələr dişim xəstələnir. Ha? Qoy hamamdan suyu götürün, qoyun qızsın, sonra acından ölür, ne yiyeyim al? Ne biçim, akşam şey pişmişdim. Gece, makaron. Mən babaşı güclə görəm, Mirçəyə hardan görürsünüz? Onlar da bura çıxalır, Mirçə girir evə dama. Və gəlsənə Mirçə girməsin. Deyir mən babaşa. Dedim suyu doldurum, çatım qoyumuza qızsın. Ya, su verirəm burada. Setka var idi, indi yenə kimsə reklam eləyəm, getsin qoysun. Deyəm adını canlı da zaten çəkəcəm adını. Getsin setka qoysun, mənə mürçək də olur evə. Əslində buranı qəşəng açanda, uşaqlar buranı açanda hava vurur. Çox sağ ol, gözəl. Hər yer qarışıq. Nə olsun, dekor eləmişəm. Qəşəngdir. Hər yer qarışıq. Koridor ayrı rəng eləmişəm. Hamama ayrı rəng, tualeti də ayrı rəng. Mən elə xoşduram. Hamısı bir neyinəm, gözüm yorulur. Zato qəşəng çıxınmı? Ölçüsündə düzəltdirim, göndərim. Bilmirəm, Haykoka. İti gətir, it girər evə. Yo, tuvaletlər evə girməyəcək. Girir, batırır. Ölçüsü, nə bilim, qoşuya deyim, gəlsin üstü metrindən göndər. Şey nədir ki, 70 manatsa tutardı, 50-60 manat, nə bilim. Mən tanımıram. Bu şahlar deyil. Ay, usta. Gəl buranı ölçdə, metrindən. Şahlar deyil ki, mən düzəltdim, göndərim. Setka çəkəcək buradan. Pərdə basacağım, həməsi. Ha? Hə. Ha? Maşını yox, arabaya qoyub gətirəcəm. Adamı gətirəcəm. Ha? Ya. Gəl. O gəlsin, üstün qatını. Az o şeydən gəldi. Saat 4 dəqiqə o şey olmasa. Bu yenidir. Hardan qoyacaq? Buradan bura qoyacaq da yəqin ki. Ha. Necədir? Necə? Buradan götürüm onu. Hə, buradan qoyardı. 1.53 eni, 2.5'də boyu. 2.5 boyu, 1.53 eni.
Sayaq götür. 253 neydi? Bir 53 yeni. 153 seni. 2-5'te boğulur. O ölçməyə mənə tam olaraq mən bu tane metrlə ölçməyə bilmirəm amma. Var 1 metre diyorsan 100. 100 1 metredir. Fərqli, hə. Baba bu 100. Bəs o 110 nədir? 1 metr 10. Ay sağ ol. 1 metr 13 odur. Bəqədən 1.20 nədir? 1 metre 20 santim. 120 1 metre 20 santim. Şöyle metre olur. Olsun şöbə müdürü metr ölçüyor. Ha. Mən kompüter işlərindən işləmişəm. Bir 53 nedir? İzləyici, şahlar 152 neçə? 2-5'te boğulur. 2-5'də boyu. Yadında saxla. Qəşək qara rənginə, ağ rəng yox. Qara kimi qəşək karışını verək. Elə bax qəşək çıxar. Bu necə universitet? Şeydə universitetdə ölçmək yox idi. Ki duram ölçsəm. Ama sen su ver. Ha? Sen su. Müçəklərə bax usta. Sen su ver tamam. Yok. Sənin su xalqılıqda var. Gedək ayısı o şey də kəsdə, xoruzu. Suza. Yox, bir şey dedi, gedin tutun. Yemişsiz düyü. Yok. Kebab. Gülle çabuk. Hakkı. Bak. Su da istiyor ama su da çıkar. Tatlıydı. Super. Bağdaş eşek çalar. Ayran içtin kola. Ben ayran içtim, uşaqlar koydu. Niye alkol içmiyorsun ki ayran? Ayran çalar falan ayran içirdi. Ha. Gel. Demek çabuktan ayran gelir. Ha. Kola gitmiyor. Bunları koyarsan. Sorgu dedi. Soruşmalıyım bana. Son değil. Bu ne gün dedi? Ne olur ki ne günde ev dedi? Ev paltarındayım dedi. Qadan alım, kostyum giyinim, rubaşka giyinim, toyuqların yerindən çıxmış adamam. Toyuqların yerindən çıxmış, toyuqların yerindən çıxan adam ne olacaq? Başım gözüm toz torpaq deyil elə. Vay, başladılar təmizlik dəryaları. Ev tust işləyir, nə olmalıdır? Hələ gələcək günlərim qabaqdadır. Bax, buradan ki, vedrə daşıyacaqlar əllərində palçıqları, simentləri. Gələcək, görəcək günlərim qabaqdadır. Ev olacaq, toz torpaq. Düz demirəm, Arsda. Görəcək günlərim qabaqdadır, gəl keçilər evin içinə. Hadi. Arkadaş otağın biri sıvanmıyor. Sıvanmayıb arkadaş çoxlar. Təsvirlənsən özünüz gibi. Buz kimi su verir. Buz kimi üzülürsün. Ağzında sütdə saxla, ağzında oynadı ağzında. Neye oynar? Suyu. Məncə suya soğanda ağzında oynadı, sorduram. Birdən belə çəkmədə başına, çıxacaq başına. Suyu. Deyir, xəstələnəcəm. Mənim xaladenikim dəyişik suyudur. İzləyicilər. Pəncərədən versinlər də. Az! Pəncərədən hardan versin? Reşotka döyür, reşotkalatmadı mı öyü? Bax, buradan hardan verəcək? Reşotkanı görsən oradan. Hardan verəcək? Allah, bura tör-tökündür, Allah. Bunların hamısı çıxmalıdır. Stolu yox, stolu həyətə qoyacam. Stol qəşək stoldur. Bura qəşək uşaqlı sıvanacaq, çox böyük yataq otağıdır. O yataq otağındakı mebeli keçirdəcəm bura, o yekə mebeldir. Orada bir qəşəngin alacam. Vəssalam, olacaq qəşək. O pəncərəni də dəyişib, qarışıq pəncərə qoyduracam. Öz pəncərələrin pis gündədir, pisdir, əyri yürüdür. Vəssalam. Ürəyim istəyəndə burada yatacam, ürəyim istəyəndə deyə orada yatacam, o otaqda. Həyətə baxaq. Oradakı, buradakı uşaq otağıdır. Uşaq yatar buradakı, 2 kravat qoymuşum. Bəsimdir uşaqlar. Kimə qalacaq? Uşağıma. Uşağıma, yox, uşağıma qalacaq. Evin qəşəyi, şeydir, qəlbi deyil ev ona görə. Evin qəşəyi, proyekti qəşəkdir də, təzə tikili evdir. Uşağıma qalacaq, kimə qalacaq? Bəbəyəkdən demirəm, ağıllı, başlı bir xanım axtarıram. Ağıllı, başlı bir xanım axtarıram. Evlənəcəm, ona qalacaq. Axıdır bu.
Ay Allah, saçım nətər ağarıb. Əməlli baxışdı saçım ağarıb. Rek qoy. O söyləməz, mən kişi xeyli ağıyamaz, sesi danışmaz, rek qoy. Dördi çox qalıb elə. Adım çıxsın 9-a, yenməsin 8-ə. Usta hələ bir söz danışır. Biraz əzəl büzülmüşəm, deyirlər arvatsan. Xanan da qoyum, lap desinlər ki, Jennifer Lopez. Yemin qoymuram, neyinirəm? Hə, Bakınka açılıbdır. Bilirsən də vuranlar vurur. O verdiyin nömrə ilə danışmışam. O birisini düzəltdi, açan kimi görüntü qısıtlaması gəlirdi, düzəltdi onu. Yedəyimi. Duran bir xoruz kəsəm, pişirəm. Akşam hazır ol. Maşallah. Partladırsan. Bakınka həmişə zirvələrdə. Sən nətər deyərlər, mərd xanımsan, ürəyə açıq xanımsan. Allah həmişə də ürəyinə görə verir. Paxıllığını çəkən çox da ehtiyatlı ol. Qabağa gedən həmişə yağında artırlar. Hə, Bakınka yaxşı. Mən onu əvvəldən çox istəmişim. Bura haradır? Evimdir, uşaqlar. Sturdu usta həyatı. Sağ ol, Bakınka, sən dirəksən. Təşəkkür. Akşama hazırlaş. İndi onu yaxdana maraqla alınır. Həm o qədər Rusili xanımsan ki, başa düşürsən, qarşı tərəfi də qazandırırsan. Yox, pek oynayacaq da ona görə. Nə olsun ki, Tuzan? 6 biri mən keçən dəfə də Bakınka mənə uduzdu. Bu dəfə də uduzdu. İndi nətər deyirlər? Yəqin ki, bu səfər Bakınka udar. İnsan udmaqdır. Sağ ol, Bakınka atma, təşəkkür edirəm. Dur, toyuğu. Toyuq kəsməyəcəm, xoruz kəsəcəm. Nə boyutda? Bax, belə. Ətdir. Evi qutarmışdım. Yox, bir otağım dururdu əvvəl bir gündən. Evi qutarmışam, amma buna bax, uşaqlar. Bax, polumun orası yandı. Görürsünüz. Qonşu mən getdim Bakıya. Yeşiyi, toyuğu yox qoymuşduq cüzəylə yeşiyə. Sıxılamış, qanı saldı yerə ki, yaxşı ki, ev yanır deyək. Allah hamd olsun, ev yanırdı. Qocaldın. Qocalmamışam, kökəm deyin, kök həmişə olğun göstərir. Həmişə qocal deyəndə siz də qocalacaqsınız da. Göz cavan qalır. Kim cavan qalır ki? Göz nəzər. O biri səhifəmə takip var. O birisindən açmayacağım, ondan açacağım. Ay Bakınka. O birisindən əgər bu sipama getsə, onda o birisindən açacağım. Gözlü. Hə, bunu açım, buna. Yaxşı, sən də atdın. Stolu, radiator olan da var. Burada da radiator var. Ona qadan alım deyil ha. Ora qabaq stolu qoymuşdum. Ta burada o biraz dedim geçosuna. Bura zal deyil. Əslində zal kimi eləmişəm. Başa düşürsən buranda. Bax, bura girəcəkdir. Gör nə boyutdadır. Keçək, at girəcək böyük yolunda keçəkdir. Bax, o güldanın içinə gedib səhər bir gül alacağım. Geçək qırmızı açsın. Oradan da biri var. Oradan da birini qoyacağım güldanın. Geçək. Televizor altında köhnə modeldir. Televizor altında verəcəm bir kəsivadan var ona. Ağdan uzun qoyduracağım. Uzun amasına belə. O modda onunla gedib alacağım. Hə, indi nə var uşaqlar, toz torpaq Batsada usta işləyir. O güldanın modu gedir. Niyə ki gül olsun? Həyəti göstər. Həyət qutarır. Saçını biraz izah. Burada qolka alacağım uşaqlar deyək, ha. Ağ olur, deyək. Bu inkubator da buradan çıxardacağım. Ta inkubator düzələr çıxdı, qutardı. Deyək, ha. O pəncərənin barıda div var, Bax, o divdən də bir qolka qoyacağım. Ağ, qəşşək, içində qəşşək. Xurustal qablardan yığacağım. Birində ora qoyacağım. Bu stolu da dəyişəcəm. Kim ki desə ki, stolu dəyişmə. Stol 8 nəfərlikdir, uzundur. Bax, görsən, otaq alıb ağzına.
Görürsünüz? Biraz yığacam stol eləyəcəm. Bax, biraz yığacam. Bu da mənim notebook'umdur. Bax, biraz yığacam olsun. Bax, bu çox uzundur. Amma stol qəşəkdir. Bahalı stoldur. Divanım zaten qəşəkdir. Bayaq divanım burada uzanmışdım. Yığacam. Laps. Yo, laps süperdir. Hamı deyir ki, yekədir stolun. Stolun yekədir, çox uzundur. Ne edirəm az? Kim gəlir ki mənim evimə? Kim gəlir ki mənim evimə? Niyə elə belə o stolu? 6 nəfərlik bəsdir. Girəcəyimdə də var da. Deyir, burada da var. Deyir ha, burada da var da. Niyə edirəm az? Yo, çox uzundur, çox uzundur. Çox yekədir. Otağı yekədir. Heyfdir. Ailən olacaq da. Nə olsun ki ailəm olacaq? 6 nəfərlik olanda nə olur? Ora qadın əli dəymə. Nə qadın əli ilə Sabiroğlu inşaat xoş gəldin. Qadın əli başqa şeydir. Qadın əli dəyməlidir. Bu inkubatorda çıxardım, apar qoşum qonşum gilə. Yumurta yığanda da şey eləyəcək, qəşəkdir. Bürcüm əkizlərdir. Oradakı da uşaqlar yataq otağımdır. Otaqdakı da detisk otaqdır. Buradakı da bir yataq otaq da bəsindir. Cəmaat iş bir otaq, bir zal olur. Ər-arvad yaşayırlar. Məndə 3 zaldır, bir dənə otaqdır. Aha, sever ma oynatır. Nəngin qaraldım, baxdım. Sən kimsən az mənim dostan? Salam, necəsən? Sağ ol, sən necəsən? Ne edirsən ay babuş? Heç nə, sən nə edirsən? Əksən mən də. Niyə belə üzgünsən? Üstün də eləmək sevər, usta işlədirəm. Bir də toyuğa tutacam çoxdur, onlara baxıram, yoruluram. Yorumlara bax, toyuq düzə baxsan. Hə. Nə yaxşı, adamın başı qarşıdır, şirin olur. Sən nəyə baxırsan? Mən işləyirəm də. Hə, görürəm. Bu arada əqqaflar giyinirsən, yaman yekədir əqqafların ayağına. Biraz balaca razmerin giyinirsən. Nə? O paltarları reklam edəndə əqqaflarına baxıram, ayağına yaman yekə əqqaf giyinirsən. Yekədir də nə eləyək, nə eləyək, ay babuş. Yoxdur da olacaq ayaqdan. Tapa bilmirəm. İnternet getdi orada. Bilirəm, şeyə qoy. Qoy da. Yaraşmıraq mı istəyirsən? Gəl oynayaq, uda bilərsən məni hocam. Az səni udaram, hələ ayaqlarında qalar köydə. Niyə udmuram? Uşaqlar yox. Uşaqlar bir dənə tıklayaq görək kimi tıklaması çoxdur. Uşaqlar tıklayın bir dənə babuş odumda. Babuşa da udursun onlar. Babuş mən onu... Az mən unutmaq asan bir şey deyil. Mənim izləyicilərim çoxdur. Mənim ekran tıkıma bax, öz ekran tıkına da bax. Mənimkilər istəsə keçər, hamı izləyicinin əlində deyil. Səninkilər istəyəcək, mənimkilər də istəyəcək. Səninkilər durar, istəyib tıklayacaq, mənimkilər armud toplayacaq. Mənimkilər də tıklayacaq da, ha? Bir dənə hamı tıklasın. Baxın, uşaqlar, kimdən tutacaq vuracaq? Səni biçinə qoyacaq. Bir dənə hamı tıklasaydı. Mən nə günə Sən qoyacaq? çox zəif. Ekran tıkı ilə deyirəm də. Başqa nə edə Ekran tıkı ilə maat çatmaq üçün bir əsir lazımdırsa. Ay Allah, gör nə deyir, özünü çox... Ay Sever, Hə, hocam. sen dramatikle kışkırtırsan ay Sever. Onu odmaq istəyirəm də hocam. Ay qardaş, Uşaqlar. qışqırmıram, mənim səsimin tonu budur. Evladım kız çocuğum niye eğilirsen? Nə bilim hocam. Uşaqlar hamı tıklasın, hamı tıklasın. Siz Allah. Babuş biraz güc görsün. Babası düştü de udacak seni. Sən elə yediysən, burada Gəl, 2 izləyici var. Sizlər nə olar kömək eləyin də, qurban olun. Baboş udmam çocuğumu baboş. Ud mənim Kız çocuğum. gəldi, 2 dənə qız gəldi. Dilim kanıtı dolu. Yalan deyirəm. Qızlar, 18 dənə ay. Adını dilim uzanıp. Oğlanlar 18 dənə gün. İnşallah 18 dənə gün. 18 dənə gül atmış uşaqlar, 18 dənə gül. Nerede kutsal hayatım? Nur, üç melek. Kıza gül at. Ticaret. Kıza ne olur çömeğini. Olur. 18 dənə gül. Her hayat. Kıza pis oldu ne olur. Haydan. Haydan. Baboş ben sana deyirəm ud bunu, bunu ud. Benim izleyicilerim koymadı. Kimdə o yanındakı Sevər? Hadi. Ud onu Oy, baboş. hədi, nətərsən, ay hədi, gələcəm Bakıya səndən qabaq anekdot kebabı yeyək. Gel kurbandır sana geçen konaklıklar. Bana bak. Ha,
Ut bu çocuğumu, evladımı ut. Yo, ne olar qoymayın. Azər, üç qatıdır uşaqlar. Bir dənə atın parkda değişin eləyək. Vallahi keçin bana boş tarafa. Qızlar, Gəlin, bunlara deyin gəlin. Düşərəm ma səndən Allah haqqı. Uşaqlar 3 qatıdır. 3 qatıdır canlar. Uşaqlar üç qatıdır, məni duzduracaqlar. Gözünüzü dörd atın, canlımı paylaşın. Ox nəfər olsun, get deyəcəyin içi. 3 qatıdır. Ay uşaqlar 3 qatıdır. Bir şey aslında ne olar? Hərəsi bir şey atsın keçərəm Allah. Üç qat uşaqlar. Ay qızdan ne olur? Gel xanım, gəl. 3 qatı qurtarır. Gəl də oynayayım. Tıklayın oynayıram. Oynaya da bilmirsən, yaz. Avantgard nerede giriş yaptı? Bitçe de tıklayak güzel izleyeceğim. Ben zayıf insan değilim. Tıklamam onunkinden güçlüdür. Tıklayın, tıklayın. Yaman da severin yanında da. Lap yaxşı. Salam deneyen hamıya yanındakılara. Horuzdandı. Hərci də babaş. Hərci mənə deyib ki, gəl Bakıya oturaq. Allah çoklu tıklayın udacak onu. Qız mənə bax, oyun bitir deyir. 2 dənə qız var. Gözəl. Hanımlar, gəlin dana. Salam. Gəlin. Hə, ulan. Gəl, o zaman gəl. Sonra deyil, tapı çıxaq. Bugün iki tane güzel kız geldi. Sen ben tutacağım da hoş geldin.